Amma bir dənə bir kiçik açıqlama, bir tozih verim xidmətinizə. Bu, bir dənə istilah var, düşdükdə istifadə elədilər. Əlbəttə, camiəmizdə çox yayğındır və raicdir. O da Azəri sözcüyü ya kəlməsidir. Eyni halda ki, indi Azərbaycan Cumhuriyyətində, Türkiyədə və dünyada da bu adına da deyilir, demirəm, yox. Amma istəyirəm bunu deyəm xidmətinizə ki, bizim ata-babalarımız, əcdadımız, böyük analarımız, ay müəzzizadə, deməzlər ki, biz Azəriyik. Onlar, bax, heç demirəm, savadları var idi, yox idi, hansı siyasi cərəyanlardan asılı deyildi. Çox belə biz saf-ı sadıq insanlardılar. Onlar deyəndə deyərlər ki, biz türkük və türkü danışırıq. Bunu deməkdən mənzurum burada, məsələn, o sifəti məhkum eləmək deyil də. İstəyirdim bir dənə bir rivayət demiş olam ki, biz cənab doktorda məhkum eləmirik, ha. Çünki deyilir bu, ya raişdir camiədə. Amma niyə bu gəlibdir? Bir də sizə bir referens verim, əlbəttə, belə ki, əl-çaldı, zahir hamınız bilirsiniz. Bu, cənab Kəsrəvi vardı ki, Allahın rəhmətinə gedibdi, o bir dənə risalə yazdı, sonra peşmanlayıbdı. Profesor Həşrudin yanında deyib ki, mən peşmanam onun yazdığıma görə. Bunun da o peşmannaməsi qoymurlar yayla. Amma o birisi dediyi risaləsi ki, məsələn, bir miqdar ona görə qabaq cavan yaşlarında, təqribən orta yaşlarında yazıbdı, o qalıbdı. Sonra bu ərəbcədə də çap olubdur ki, işarə ilə gəziyənə mənədir. Amma o ki, əslən də təngih olmayıbdı, təsih olmayıbdı və bir miqdar elə, bəlkə deyə, xam fikirlə gəlib ortaya, o da budur ki, bunun bir risaləsi vardı, Azəri, Yazəban-ı Bastan-ı Azərbaycan. Onda bir iddə İranda, aydınlarda, ziyalılarda, roşən fikirlə bir dəğdəğə var idi. Bunlar nigaran idilər ki, məsələn, Osmanlıda ki, Jon Türklər, gənc Türklər, ehyanən türkçülük yora salıblar, onlar da pan-İslavismin və pan-ərəbismin qabağında bir pan-türkism yaratmışdılar. O zaman nigarandılar ki, o sirayət eləyə gələ İrana. Dedilər ki, biz burada bir iş görək ki, İranlılar, İranda olan türklər sözlərini onlardan bilməsinlər ki, ta onlardan bunlara da uxturulsun ya sirayət eləsin. O yüzden dedilər ki, bax, siz burada Azərisiniz, Azəri Pəhləvidən dönmədi, elə belə. Amma çox sadə misallarla siz görəcəksiniz ki, məsələn, bunlar ki, deyirlər ki, Farsıdan dönmədi, bir dənə cədvəl çəkin, siz bəzi feilləri gətirin, yazın, cədvəldə yazın ki, bunun Farsçası, Azərbaycan türkçəsi və Türkiyə türkçəsi. Məsələn, bir dəqiqə xahiş edirəm, çox sağ olun. Məsələn, deyir ki, bir yerdə yazırsınız cədvəldə, məsələn da, Farslar deyirlər ki, duz sətdarəm, Türkiye'de deyirlər ki, seviyorum, biz diyor ki, sevirəm. Seviyorumla sevirəm daha yaxındır ta dostlarım birbirine. Bu dil baxımından ərz edir ama sizə. Ya biz diyor su, deyir ki, ab. Düzdür, deyirsən ki, sən məsələn, otur, beşin. Bəs görürsən ki, Türkiyə türkçəsinin, Azərbaycan türkçəsi eynidir.